Bugün ölkəmizdə aktual olan bir mövzudan danışmaq istəyirəm. Bizə müraciət edilən pasientlər adətən ayağında qanqrena, qaralma, artıq yara mərhələsində müraciət edirlər. Bir çoxlarından soruşanda ki, niyə bu mərhələyə çatdırıbsınız? Deyirlər ki, biz damarımızda daralma, tutulma olduğunu bilmirdik. Bunu bilmək üçün müəyyən şikayətlər verir ayaq əvvəlcədən sizə. Əgər ayağınızda ağrı varsa, uyuşursa ayağınız, temperaturu ya çox qaynar olursa, ya da buz kimi olur deyirsinizsə, yerimə zamanı 10-20 metr ya da 50 metrdən sonra ayağınız tutulursa, qıcolma tipli, yatanda qıcolma tutmaları olursa, keyləşmə olursa, hissiyat pozulubsa, deyirsinizsə ki, isti suyu hiss eləyə bilmirəm, toxunurlar hiss eləyə bilmirəm və yaxud da yeriyəndə dabanımın altında sanki yastıq qalıb, ayağımı yerə basa bilmirəm, bu artıq o deməkdir ki, ayaq sizə siqnal verir, ayaqda damar tutulmaları başlayıb. Bunun üçün nə etmək lazımdır? İlk növbədə bizə müraciət edirsiniz, damarlarınızı Doppler eləyirik. Dopplerdə hər hansı bir damar patologiyası aşkarlanandan sonra Apro Hospitalda anji müayinələri olur. Həm ayaq damarlarının anjusu, həm ürək, həm beyin anjuları eləmək icra edə bilirik. Bundan əlavə varikoz probleminiz varsa, onun lazerlə müalicəsini həyata keçirdə bilərik. Əsas odur ki, sağlamlığınız üçün gecikməyin, ayaqda ağrı, uyuşma, keyləşmə, temperaturun soyuq olduğunu hiss elədiyiniz an bizə müraciət edin. Sağ olun, sağlam qalın.